Əziz və dəyərli izləyicilərim, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugünkü videomuzda ekranda gördüyünüz kimi 2018-ci il 1-ci qrup sınaq 2-nin A variantına baxırıq. Əgər kanalımıza abunə olmusunuzsa, artıq videoya başlaya bilərik. Abunə olmayanlardan da abunə olmağını xahiş edirəm. Sizin dəstəyiniz bizim üçün çox-çox önəmlidir. Hətta sizin bilməyəcəyiniz qədər önəmlidir. Təşəkkür edirəm hər birinizə, bizi izləyib yararlandığınıza görə. İndi isə bu həftənin sınaqlarını başlayaq izah etməyə. İlk öncə, deməli, sınaq 2-dən başlayırıq. 26. 26-da deyir ki, R radiuslu polad kürəyə F qüvvəsi müəyyən təcil verir. 2 R radiuslu polad kürəyə hansı qüvvə həmin təcili verər? Deməli, gəlin yazaq belə. F bərabərdir M adı düstur. R radiuslu deyirsə bizə, biz orada M-i açmalıyıq rho V-A, V-ni də açmalıyıq 3/4 pi R-in kubu rho A. Bizim F-in ifadəsi bu şəkildə olur. İndi burada dəyişən nədir? Bir R-dir, bir təcildir, bir də qüvvəndir. Pi onsuz sabitdir və həmin polad kürədir. Hər ikisi polad kürədir deyə bunun sıxlığı da eynidir, poladın sıxlığıdır. Burada F deməli nədən asılı qalır? A vurulsun R kubundan asılı qalır. Həmin təcil dediyinə görə A-dan da asıllıq götürmürük. Çünki hər iki halda təcil də eynidir. F, R-in kubu ilə düz asılı qalır. İndi əgər R olanda F qüvvəsi ilə təsir eləyirsə, R-dən kubik asılıdır. 2R olanda bizim ikinci qüvvəmiz nə olacaq? R ilə kub asılıdırsa, F1-imiz F-dir. Belə yazaq da. F1 bölünsün F2 bərabərdir. R1 bölünsün R2-nin kubu. F1-imiz F-dir, bölünsün F2 bərabərdir. R bölünsün 2R-in kubu. Burada da alınır F bölünsün F2 bərabərdir 8/1. F2 bərabərdir 8F. Bunu yazmadan da görə bilərdik. F, R-in kubu ilə düz asılıdır. Əgər R 2 dəfə artdısa, F nə etməli idi? 2-nin kubu dəfə artmalı idi. Ona görə də burada doğru cavab olur A bəndi. İndi gedək 27-ci suala. Atom bir enerji səviyyəsindən digər enerji səviyyəsinə keçərkən udulan fotonun tezliyi hansı ifadə ilə təyin olunur? Biz bilirik ki, Y bərabər H düsturumuz var. K böyük N-dirsə, bir enerji səviyyəsindən digərinə keçəndə YK açıq Y-ni bərabərdir H-nü. Buradan da nü-nü tapsaq, YK çıxılsın Y-in bölünsün H. Bu variant da olur, doğru C. 28-də suyun yalnız qaynamasına sərf olunan istilik miqdarı. Biz bilirik ki, su 30-dan 100 Selsiyə qədər əvvəlcə qızır və 100-ə çatanda başlayır qaynamağa. Suyun qaynama hissəsi qrafikdə buradır. Bura sərf olunan istilik miqdarı isə 70-də başlayıb 520-də bitib. Yəni ki, 70 ilə 520-nin arasında 520-dən 70-i çıxarıq, Q bərabərdir. Bu da olar 450. Doğru cavab B variantı. 29. Deməli, bu kiloqram kütləli maye damcısı intensivliyi bu qədər olan bir cins elektrik sayəsində tarazlıqdadır. Damcıdakı artıq elektronların sayını hesablayın. Tarazlıqdadırsa, biz bilirik ki, mg aşağı yönəlir. Demək ki, bunun elektrik qüvvəsi yuxarı yönəlir. F elektrik bərabərdir mg yazarıq. F elektrikin yerinə Qy bərabər mg yazarıq. Q'nun yerinə ny bərabərdir ny vurulsun böyük Y intensivlik mg. Buradan da sayı istəyir. M bərabərdir mg bölünsün kiçik Y vur böyük Y. İndi gəlin yerinə qoyaq. 2 vurulsun 10 üstü mənfi 12 vur. 10 bölünsün kiçik Y-nin qiyməti 1/6 vur 10 üstü mənfi 19 vurulsun 5 vur 10 üstü 5. İndi gəlin bunları hesablayaq. 1/6-nı 5-ə vuranda 8 eləyir. Həmin 8 2 ilə ixtisar gedəndə aşağıda 4 qalır.
Onda yuxarıda olur 10 üstü mənfi 11, aşağıda da 10 üstü mənfi 14. 10 üstü mənfi 14'ü də çıxarsaq 10 üstü müsbət 14 böl 4. Bu da eləyir 1000 bölünsün 4, yəni 250. Doğru cavab olur D variantı. Getdik 30'a. 30'da buranı silək, baxaq nə deyir. Üfüqi borunun dar hissəsində sıxılmayan bir cins mayenin axma sürəti 12-dir. Borunun ən kəsik sayısı 2 dəfə çox olsa, enli hissədə axma sürəti nə qədər olar? Biz demişik ki, axının kəsilməzlik qanununda hər saniyədə borudan keçən mayenin miqdarı və həcmi eyni olur. Ona görə də sürətlə orada sahə tərs mütənasib qalır. Deməli, biz yazsaq ki, V1-in V2'ye geniş dar yazın ki enli dar daha aydın olsun. S dar hissənin S enli hissəyə. Dar hissədə sürət 12'dir. Baxın, dar aşağıdadır. Buradakı sürəti soruşur bizdən. Və borunun ən kəsiyi 2 dəfə çox olan yerdə. Ən kəsiyi, yəni böyük olan hissədə daha 2 dəfə böyükdür. Yuxarıdakı S dardırsa bu 2 dəfə böyükdür. Buradan da 2V'ye bərabər 12 və enli hissədəki sürət 6. Əslində belə də baxa bilərik də, sahə 2 dəfə çox olanda sürət 2 dəfə az olacaq. Yəni 2 dəfə azalıb 6 olacaq. 31. Şaquli yuxarı atılmış mərmi trayektoriyanın ən yuxarı nöqtəsində 2 qəlpəyə parçalandı. Partlayış anında qəlpələrdən birincisinin kinetik enerjisi 7-sə, ikincisinə baxaq. Biz bilirik ki, qəlpə partlayan zaman, qəlpəyə parçalanan zaman mərmi, burada impulsun saxlanma qanunu ödənilir. Əvvəlki impuls son impulsa bərabər olmalıdır. Burada da biz baxırıq ki, əvvəl bunun impulsu Y oxu üzrədir, son impulsu X oxu üzrədir. Yəni, əvvəlki impulsu X oxu üzrə 0'dır. Yoxdur axı X oxu üzrə hərəkət. Demək ki, sonraki impulsu da 0 olmalıdır. Və bunlar da əks tərəfə hərəkət eləyiblər. Əks tərəfə hərəkət elədiklərinə görə bunların çıxacağıq da, biz son impulsu tapmaq üçün P son bərabərdir. P2 çıx P1 yazıram, hansı böyükdürsə ondan çıxırıq. Və 0'a bərabər olduğuna görə bu zaten bir-birinə bərabərdir. P2 bərabər P1. İndi burada gəlin elə birbaşa baxaq, sürətə girmədən. Kinetik enerjinin düsturu P kvadrat bölünsün 2. Buradan görürəm ki, P'lər eyni olanda Y kinetik M-dən tərs asılıdır. Demək ki, Y2'nin Y1'ə, M1'in M2'yə olur. Burada da M1 M'dir, M2 3M'dir. 2 yazacaqdım, çaşıb. Y1 Y-dirsə, Y2'ni soruşur. M'lər gedəndə Y2 bərabərdir, Y bölünsün 3. Çünki kütləsi ikincidə 3 dəfə çoxdursa, enerjisi 3 dəfə az olacaq. Doğru cavab olur 31'də Y variantı. 32. Kondensatorun bir lövhəsinin yükü müsbət 20, digəri mənfi 20'dirsə, demişik ki, kondensatorun yükü bu yüklərdən birinin moduluna bərabərdir. Cavab Y variantı. 33. Aşağı sürüşən cismə təsir edən sürtünmə qüvvəsi. Cismin hərəkətinin əksinə yönəlir sürtünmə qüvvəsi. Ona görə də cisim aşağı sürüşürsə, sürtünmə qüvvəsi təbii ki, bir istiqamətində olacaq. Doğru cavab yenə Y variantı. 34. Difraksiya qəfəsi üzərinə ağ işıq düşür. İkinci tərtib spektrdə hansı rəngli şüalar üçün meyl etmə bucağı ən kiçikdir? Difraksiya qəfəsində bilirik ki, ən az meyl eləyən şüa bənövşəyi, ən çox meyl eləyən şüa isə qırmızıdır. Ona görə də meyl etmə bucağı ən kiçik deyirsə, bənövşəyini seçirik. Prizmada isə tərsinə idi. Ən çox meyl eləyən bənövşəyi, ən az meyl eləyən, yəni ən azından qırmızı idi. 35. 35'də deyir ki, period ən kiçik olsun. Biz perioda düstur yazanda T bərabərdir 2pi kök altında LC. Görürəm ki, bu S eynidir də, S-ni dəyişmir. Period L-dən kök altı düz asılıdır. Sonuçda düz asılıdır. Periodun kiçik olması üçün L-in kiçik olması lazımdır. Ona görə də ən kiçik L-i seçirik burada. Bu da olur S variantı. Üzr istəyirəm, mən A-nı görmədim. L böl 4 daha kiçikdir. Ən kiçiyini seçirik çünki. Hansı cihazın köməyi ilə bucaq sürətini təyin eləmək olar? Təbii ki, saniyə ölçənin, çünki radian böl saniyədir. Bəzən 1 böl saniyədə deyirlər, tezliyi olduğuna görə.
2pi nüdür də. 2pi sabitdir. Bir dənə orada qalır nü. Amma saniyə ölçəndir bunun cavabı. Çünki başqa heç bir cavab da uyğun deyil onsuz. 37. Sabit həcmdə verilmiş kütləli ideal qazın təzyiqini 1.2 dəfə artırdıqda temperatur necə dəyişir? İdeal qaz qanunlarına görə əgər həcm sabitdirsə, bu hansı qanundur? Şarl qanunudur və bu zaman PV böl T sabit olmalıdır. Həcm sabit idisə P böl T sabit idi. Nisbətin sabit qalması üçün bunlar bir-biri ilə düz asılı olmalıdır. İndi təzyiq 1.2 dəfə artıbsa, demək ki, temperaturda 1.2 dəfə artmalıdır. 38. A nöqtəsində üfüqi istiqamətdə atılmış və yalnız ağırlıq qüvvəsinin təsiri ilə hərəkət edən cismin trayektoriyası. Deməli, H hündürlüyündən üfüqə atılmış cismin hərəkəti artıq proqramdan çıxdığına görə bu suala baxılmır. 39. Elektrik cəryanının gücünün vahidi hansıdır? Güc bilirik ki, nədir? Wattdır. 40. Cəryanlı sağacda maqnit sahəsinin enerjisini azaltmaq üçün maqnit sahəsinin enerji düsturlarını yazaq. L kvadrat bölü 2. Sonra nə var idi? Fi kvadrat bölü 2L. Bir də fi i bölünsün 2. Cəryan şiddətini artırsaq, artacaq, olmaz. Cəryan şiddətini azaltmaq. Sağacdakı dəmir içliyi çıxartsaq, yəni L-i azaltsaq, bu zaman, bəli, burada L ilə düz asılıdır. Dəmir içliyi çıxaranda L azalır. Amma burada tərs asılıdır. Təkcə sarğac dediyinə görə biz elə bu düstura baxasıyıq. Cəryan şiddəti deyəndə də bu düstura. Çünki biz cəryan şiddətindən asıllıq verəndə sarğacın elini sabit qəbul edirik də. Düsturda birini qəbul eləməliyik, sabit olsun ki, digəri asılı qalsın. Burada da içliyi çıxanda el azalır. El azalanda, bir dəqiqə, burada içliyi çıxartsaq el azalır, onda enerji artır axı. Bu düsturu qəbul eləməyək onda. Çünki bu düsturla alınmayacaq bizim cavabımız. Gəlin belə baxaq. Elə ən əsas birinci düsturdan baxaq. L kvadrat böl L-ə görə cəryan şiddəti artsa, enerji artar. Cəryan şiddəti azalsa, enerji azalar. İçliyi çıxsa, L azalar. L azalsa da enerji azalar. Düzdür. Bura görə biz niyə baxmadıq? Fi-nin özündə içində L var deyə. Bizə lazımdır ki, L təkcə olsun asıllıq vermək üçün. Fi-ni də biz açsaq L kvadrat, I kvadrat bölünsün 2L. Təzdən bu L-lər ixtisar gedəndə əslində L-dən düz asılı qalır da, elə birinci düstur alınır. Ona görə fikir vermək lazımdır ki, bir cür asılı qalsın. Məsələn, S-torumuzu niyə deyirdik ki, M-dən asılı deyil? M-ə vururduq, bölürdük məxrəci, gedirdi. MV kvadrat böl 2A olsa belə M-dən asılı deyildi. Çünki sonra M itirdi orada. Bu da həmin şeydir. L-dən i-dən asıllığın yalnız bu düstura görə baxasıyıq. Əvvəlində mən də fikir vermədim. Amma burada hər ikisi olacaq. 2 ilə 3. Birinci düstura görə. Cavab D. 41. Sükunətdə olan iki nöqtəvi yük arasındakı Kulon qarşılıqlı təsir qüvvələrinin istiqaməti hansı şəkildə düzgündür? Əks işarələr itələyir, eyni işarələr cəzb edir. Hamı əks olduğuna görə itələyir. Doğru cavab olur D variantı burada da. 42. Proton və alfa zərrəcik eyni sürətlə induksiya xətlərinə perpendikulyar daxil olur. Təcil A olarsa, alfa zərrəciyin təcili nəyə bərabərdir? Gəlin baxaq. Deməli, yüklü zərrəcik maqnit sahəsinə daxil olursa, burada ancaq ona Lorentz qüvvəsi təsir edir. Və biz yazırıq ki, F əvəzləyici Lorentz-ə bərabərdir, MA bərabərdir, Q və B. Bir cins maqnit sahəsinə daxil olduğuna görə bundan asılı deyil. Eyni sürətlə daxil olur deyə bundan da asılı deyil. Təcili tapanda biz Q bölünsün M qalır burada. Yəni ki, təcil yüklə düz asılı qalır, kütlə ilə tərs asılı qalır. İndi gəlin baxaq. Protonun təcilinin alfa zərrəciyin təcilinə nisbəti Q proton, M proton, Q alfa, bu da M alfa. Biz də bilirik ki, P11 yazılanda bu yük ədədidir. Bu isə kütlə ədədidir. Burada da bu yük ədədidir, bu kütlə ədədidir. İndi gəlin qoyaq yerinə. Q proton neçədir? 1-dir. M proton da 1-dir.
M alfa, alfa zərrəci helyum atomları da 4-dür. Bir də Q alfa da 2-dir. İndi protonun təcili adı da, buna da A desək, A bölünsün A alfa bərabərdir 2-yə. Buradan da A alfanı tapanda A bölünsün 2 alınır. Yəni doğru cavab olur C variantı. 43. Verilmiş metal üçün fotoeffektin qırmızı sərhəddi düşən fotonun enerjisindən necə asılıdır? Qırmızı sərhəd nə demişdik? Yalnız katodun növündən asılıdır. Başqa heç nədən asılı deyil. 44. Qazın iyonlaşma enerjisinin elektronun sərbəst uçuş yolunun uzunluğundan asılılığı. İyonlaşma işi də sərbəst uçuş yolundan asılı deyildi. Yalnız növdən asılı idi. Bu kəmiyyətlər çıxış işi idi, iyonlaşma işi enerjisi idi, qırmızı sərhəd idi. Biz fotoeffekti danışanda dedik ki, o biraz termoelektron emissiyaya oxşuyur. Eyni zamanda qazda da biz termoelektron emissiya ilə fotoeffektdə çıxış işi var idi. Qazda da iyonlaşma işi var idi. Minimum halda o bərabər olurdu kinetik enerjiyə və onlar kəmiyyətlərdən, kəmiyyətlərin miqdarından asılı deyildilər. Ona görə burada da cavab olur A variantı. Sonra gedirik 45. Yaya bağlanmış cismin kütləsini 4 dəfə artırdıqda rəqs periodu necə dəyişər? Periodun düsturunu yazsaq 2pi kökü altında m bölünsün k. M 4 dəfə artanda kökdə 4-dən çıxır 2, 2 dəfə artar. Doğru cavab olur A variantı. 46-da cəryan şiddətinin amplitud qiymətini hesablayın. Biz bilirik ki, I bərabərdir IM, kosinus, omega T verilib. Amplitud qiymət nədir? Kosinusun qarşısındakı əmsal, yəni 2. B variantı. 47. Deməli, bizdən bucaq soruşur. Maqnit seli veribdir. Onda Fi bərabərdir BS, kosinus alfa yazaq. Buradan kosinus alfa bərabərdir Fi bölünsün BS. Gəlin belə 2,4 vur 10 üstü mənfi 3, 1,2 vur 10 üstü mənfi 3 vurulsun. S də 2-dir. Bunu böləndə 1 eləyir. Kosinus alfa 1-i harda alırdı? Alfa bərabərdir 0 dərəcədə. İndi burada bizim kosinus alfamız nə idi? Deməli, biz bir dənə təsvir edək həmin şəkli. Bu bizim S səthimiz idi. Bu normal idi və B xətləri də belə keçirdisə, tutaq ki, alfa normalla B arasındakı bucağı idi. Bizdən isə səthlə induksiya vektoru arasındakı bucağı istəyir. Səthdə budur da. İndi bizdə aldığımız bu alfa bərabər 0 normalla B arasındakı bucaqdır. Yəni ki, B xətləri də normalla 0 dərəcə əmələ gətirib. Və yaxud da alfa bərabər 180 də ola bilər də. Orada mənfi 1 alır. Düzdür, biz burada müsbət 1 almışıq, modul götürmüşük. Gəlin elə 0-la baxaq, eyni nəticəni alacaq. Bu B xətləridir, bu normaldır. Bizə də deyir səthlə B arası. Onda səthlə B arası nə olur? 90 dərəcə olur da perpendikulyar. Yəni bu testlər dərs izahında da mən demişdim ki, ən çaşdırıcı testlərdəndir. Ümid edirəm ki, bizim uşaqlar bunu səhv yazmamısınız. Cavab burada 90 dərəcədir. Sıfırı tapan kimi tələsmirik burada. 48. Düz xətlə hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? O A hissəsində bərabər yeniləşən hərəkət səhvdir. Göründüyü kimi bərabər yavaşlayan hərəkətdir. AB hissəsində bərabər sürətlidir. Hərəkət etmir, səhvdir. BC hissəsi yeniləşəndir, bəli. Oldu 2, 3, 5. Burada da səhvdir təbii ki. Cavab oldu 2, 3, 5. 49. VT diaqramı verilib. Bizə nə istəyir? Bir dəqiqə baxaq. 1, 2 və 2, 3 proseslərində qaz eyni istilik miqdarı almışdı. 1-dən 2-yə baxaq. Nə sabitdir? V sabitdir. V sabit olanda A ilə A ştirix 0 olurdu. Və bizdə Q bərabər olurdu delta U-ya bərabər idi. 10 veribdi də bizə. Çünki deyir 1-dən 2-yə qazın daxili enerjisinin dəyişməsi 10-dur. İndi 2-dən 3-ə də bizə deyir ki, həmin istilik miqdarını alıb. Q 10-dur. 2-dən 3-ə VT-dən düz asılıdırsa P konstantdır. P konstant olanda 2-dən 3-ə daxili enerjinin dəyişməsini istəyir. Daxili enerjinin dəyişməsi bilirdik ki, P konstant olanda istilik miqdarının 0,6 hissəsinə bərabər idi. Onda olacaq 6 kilojoule cavabımız.
Və sonuncu sualımız, amper qüvvəsinin istiqaməti üçün uyğunluğu müəyyən edin. Biz bilirik ki, eyni istiqamətdə axanda cərəyanlı naqillər bunlar bir-birini cəzb eləyirdi. Əksi istiqamətlə axanda isə bir-birini dəf eləyirdi. İndi burada 1 ilə I1 cərəyanı axan naqilə, 1 cərəyanı axan naqilə 3 neyniyir? 3 əks istiqamətdir deyə itələyəcək. 2 neyniyəcək? Cəzb eləyəcək. Yekunda bunlar üzərində paraleloqram vursaq, bu belə yönələcək. Tam düz deyil ha. Baxın, mən düzgün qursam belə yönələcək. İkisinin əvəzləyicisi. 1-ə gedir C variantı. İndi ikinciyə baxaq. 2-yə təsir eləyən 1 2-ni özünə cəzb eləyir eyni istiqamətdir deyə. 2 3-ü, 3 2-ni itələyir. Onda yekun belə olacaq. Bu da olur 2-də D variantı və 3-cüdə 1 3-ü itələyir. Həmçinin 2 də 3-ü itələyir. O zaman yuxarı yönələcək. 3-də də olur A variantı. Beləcə daha bir testimizin sonuna gəldik. Ümid edirəm ki, sizin üçün bu izah faydalı olur. Əgər faydalanırsınızsa, geri dönüşlərinizi bildirməyi unutmayın. Kanalımıza abunə olun, izləmədə qalın ki, hər həftə yeni sınaqların izahlarını qaçırmayasınız və qəbulda da bu sınaqların izahlarının yardımı ilə yüksək nəticələr əldə eləyəsiniz. Əlavə suallar olarsa, rəylərdə və yaxud da burada qeyd etdiyim nömrəyə yazmağa çəkinməyin. Həmçinin sınaq qrupumuza qoşulmaq üçün bu nömrəyə WhatsApp-dan yazmağınız bəs edir ki, sınaq qrupuna qoşulasınız. Hər həftə atılan sınaqları siz də əvvəlcədən işləyib sonra izahlara baxasınız. İnşallah gələn videoda görüşərik. Hələlik.